Salam əziz şagirdlər, bugün biz sintaksis bölməsinə keçirik. Sintaksis bölməsi nəyi öyrənir? Sintaksis bölməsində söz birləşmələri, cümlələr öyrənilir. Söz birləşmələri dedikdə nə başa düşürük? İki və daha artıq müstəqil sözlərin məna və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Yəni biz burada müstəqil söz dedik. Müstəqil söz, yəni əsas nitq hissələrindən nitq hissələri ilə ifadə olunmuş sözlər nəzərdə tutulur. Əgər bu söz birləşməsində köməkçi nitq hissəsi varsa, biz bunu müstəqil söz kimi götürə bilmərik. Məsələn, deyirəm ki, oxuyan şagird. Burada hər iki söz əsas nitq hissəsindən təşkil olunub və söz birləşməsi yaradıb. Evə kimi, evə tərəf, evə sarı bu kimi birləşmələri biz söz birləşməsi kimi götürə bilmərik. Nə üçün? Çünki burada köməkçi nitq hissəsi iştirak edib. Bir dənə deməli müstəqil mənası olan söz var ki, bir sözlə də söz birləşməsi yaranmır. Frazeoloji birləşmələrin də deməli mənası bir leksik mənanı ifadə etdiyi üçün bu da söz birləşməsi əmələ gətirmir. Məsələn, deyirəm ki, ağzına su alıb oturmaq. Bu söz birləşməsi deyil. Sabit söz birləşməsidir. Yəni, bu söz birləşmələri ümumilikdə bir leksik mənanı ifadə edir. Ona görə də mən bunu söz birləşməsi kimi götürə bilmərəm. Hər hansı bir sözlə, müstəqil leksik mənası olan bir sözlə birlikdə işlənərsə, bəli, o vaxt biz bunu deməli söz birləşməsi kimi götürə bilərik. Söz birləşmələrinin deməli iki tərəfi var. Birinci tərəf asılı tərəfdir, yəni tabe olan tərəfdir. İkinci tərəf əsas tərəfdir, tabe edən tərəfdir. Deməli söz birləşmələri özü quruluqca sadə və mürəkkəb olur. Sadə söz birləşməsi iki müstəqil sözün birləşməsindən əmələ gəlir. Mürəkkəb söz birləşməsi üç və daha artıq müstəqil sözlərin birləşməsindən yaranır. Məsələn, belə bir söz birləşməsi deyirəm. Azərbaycanın igid, qəhrəman əskərləri. Azərbaycanın igid, qəhrəman əskərləri. 4 sözdən ibarət bir söz birləşməsi dedim. Bu söz birləşməsi mürəkkəb söz birləşməsidir. Burada asılı və əsas tərəf var. Əsas tərəf sonda olan o əskərləri sözüdür. Asılı tərəf isə digər sözlərdir. Söz birləşməsinin əsas tərəfinə görə ifadə vasitələri var. İsmi birləşmələr, feili birləşmələr. Dedik ki, söz birləşməsinin əsas tərəfinə görə ifadə vasitələri var. 1. İsmi birləşmələr, 2. Feili birləşmələr. İsmi birləşmələr nə deməkdir? Əsas tərəfi adlarla. Adlar dedikdə isim, sifət, say, əvəzlik, zərf, bunlarla ifadə olunmuş birləşmələrə ismi birləşmələr deyilir. Və ismi birləşmələr özü iki yerə bölünür. Təyini söz birləşmələri, qeyri-təyini söz birləşmələri. Təyini söz birləşmələri dedikdə nə başa düşürük? Təyini söz birləşmələri. Yəni, təyini söz birləşmələri özü 3 qrupa ayrılır. Birinci növ təyini söz birləşməsi, ikinci növ təyini söz birləşməsi, üçüncü növ təyini söz birləşməsi. Birinci növ təyini söz birləşməsi dedikdə nə başa düşürük? Birinci növ təyini söz birləşməsi söz birləşmələrinə deyilir ki, burada hal və mənsubiyyət şəkilçilərinin iştirakı olmadan sözlər yaranır və bu da birinci növ təyini söz birləşməsi adlanır. Düstur olaraq belə yazırıq ki, yəni simvol olaraq belə göstəririk ki, birinci tərəfin xüsusi şəkilçisi yoxdur. Birinci tərəf 0 yazdım. İkinci tərəfin də yenə xüsusi şəkilçisi yoxdur. Bax, bu simvol birinci növ təyini söz birləşməsinin simvoludur ki, birinci tərəfdə, ikinci tərəfdə xüsusi şəkilçisi yoxdur. Amma bu demək deyil ki, birinci növ təyini söz birləşmələrində şəkilçi iştirak etməsin. Məsələn, deyirəm ki, maraqlı kitab.
Necə kitab? Maraqlı kitab. Maraqlı sözündə l leksik şəkilçidir. Birinci növ təyini söz birləşməsidir. Və yaxud deyirəm ki, çalışqan şagird. Çalışmaqdan çalışqan yaranıb. Yəni leksik şəkilçi var. İndi mən əsas tərəfə cəm, hal, mənsubiyyət şəkilçiləri artıra bilərəm. Məsələn deyirəm ki, çalışqan şagirdlərimizi belə bir söz birləşməsi yazıram. Çalışqan şagirdlərimizi. Deməli, bu birinci növ təyini söz birləşməsidir. Əsas tərəfdə cəm şəkilçisi var, mənsubiyyət şəkilçisi var, hal şəkilçisi var. Amma sözün başlanğıc forması nədir? Çalışqan şagird. Demək dedik ki, birinci növ təyini söz birləşməsi o söz birləşmələrinə deyilir ki, hal və mənsubiyyət şəkilçilərinin iştirakı olmayan sözlər birinci növ təyini söz birləşməsidir. Və yaxud belə bir deməli fikirdə ifadə edə bilərik ki, birinci növ təyini söz birləşməsinin asılı tərəfi sifətin, sayın, zaman zərfinin sualına cavab verir. Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci, nə zaman, nə vaxt. Yəni yanaşma əlaqəsi var burada. Birinci tərəf bu suallara cavab verir. Məsələn, maraqlı kitab, daha sonra yaşıl alma, geniş otaq, bunların hər biri birinci növ təyini söz birləşməsidir. Birinci növ təyini söz birləşməsi cümlə daxilində işləndikdə bu söz birləşməsi parçalanır. Yəni, fərqli cümlə üzvləri olur. Məsələn, deyirəm ki, çalışqan şagirdlər həmişə yüksək nəticə göstərir. Kim yüksək nəticə göstərir? Şagirdlər. Hansı şagirdlər? Çalışqan şagirdlər. Deməli, burada birinci növ təyini söz birləşməsi cümlə daxilində müxtəlif cümlə üzvünə çevrildi, parçalandı, təyin və mübtəda vəzifəsində çıxış etdi. Elə birinci növ təyini söz birləşmələri var ki, onlar parçalanmır. Məsələn, bunlar hansı söz birləşmələridir ki, parçalanmır? Məsələn, bugün, yeni il, daha sonra hər zaman, bu kimi sözlər cümlə daxilində parçalanmır. Bütöv bir cümlə üzvü kimi götürülür. İkinci növ təyini söz birləşməsi dedikdə nə başa düşürük? İkinci növ təyini söz birləşməsinin birinci tərəfi, demək, birinci tərəfi müəyyən yəlik haldadır. Yəni, qeyri-müəyyən yəlik haldadır, bağışlayın uşaqlar. Birinci tərəfi qeyri-müəyyən yəlik haldadır, qeyri-müəyyən yəlik halın şəkilçisi yoxdur. İkinci tərəf isə mənsubiyyət şəkilçisidir. Yəni, üçüncü şəxsin təkinin mənsubiyyətidir. Dedik ki, ikinci növ təyini söz birləşməsində birinci tərəf qeyri-müəyyən yəlik halda olacaq, ikinci tərəfdə üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edəcək. Məsələn, sinif otağı. Yəni, sinifin otağı. Burada sinif qeyri-müəyyən yəlik haldadır. Şəkilçisi, qeyri-müəyyən yəlik halın şəkilçisi yoxdur. Amma biz qeyri-müəyyən yəlik halı müəyyən yəlik hala çevirə bilirik. Birinci tərəf qeyri-müəyyən yəlik hal, ikinci tərəf isə üçüncü şəxsin təkinin mənsubiyyəti. Dağ havası, bulaq suyu, çiçək ətri, çörək ətri və s. Bu kimi sözlər ikinci növ təyini söz birləşməsidir. İkinci növ təyini söz birləşməsi cümlə daxilində parçalanmır və bir cümlə üzvü olur, tamamlıq ola bilər, təyin ola bilər, zərflik, daha sonra mübtəda xəbər vəzifəsində iştirak edə bilər. Və ikinci növ təyini söz birləşmələrinin arasına söz artıra bilmirik. Bir də qeyd edim ki, birinci növ təyini söz birləşmələrinin arasına söz daxil olmur, istisna bir ədatı. Məsələn, maraqlı hadisə birinci növ təyini söz birləşməsidir. Maraqlı bir hadisə. Bu, bir ədatı əlavə etdim. Yəni, ədatda bilirik ki, sözün təsir gücünü artıran
bir köməkçi nitq hissəsidir. Davam eləyək. Demək, dedik ki, ikinci növ təyini söz birləşməsi cümlə daxilində parçalanmır və bir cümlə üzvü kimi götürülür. Üçüncü növ təyini söz birləşməsi nədir? Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi yəlik hal, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul edir. Deməli, birinci tərəf yəlik hal, müəyyən yəlik halın şəkilçisi, ikinci tərəf isə bütün şəxslərin mənsubiyyət şəkilçisi bura daxildir. İkinci tərəf isə mənsubiyyət şəkilçisi qəbul edəcək. Məsələn, deyirəm ki, kitabın üzü, məktəbin həyəti. Bunlar olur üçüncü növ təyini söz birləşməsi. Üçüncü növ təyini söz birləşməsi də cümlə daxilində bir cümlə üzvü kimi götürülür və parçalanmır. İkinci növ təyini söz birləşməsinin içərisinə çoxlu sayda söz artıra bilərik və bu söz üçüncü növ təyini söz birləşməsini cümlə daxilində bir cümlə üzvü kimi götürülməsini təşkil edəcək. Biz orada, bəli, burada sözlər çoxdur, fərqli cümlə üzvü var deyə fikirləşə bilmərik. Üçüncü növ təyini söz birləşməsinin içərisinə nə qədər istəyiriksə söz artıra bilərik və o cümlə daxilində bir cümlə üzvü kimi iştirak edəcək. Məsələn, deyirəm ki, Azərbaycanın igid, cəsur, qəhrəman, uca boylu, gözü qara, igid oğulları vətəni qoruyur. Bir cümlənin daxilindədir. Burada üçüncü növ təyini söz birləşməsi var. Hansıdır? Azərbaycanın oğulları və Azərbaycanın oğulları arasında olan sözlərin hamısı üçüncü növ təyini söz birləşməsinin arasına daxil olub bir cümlə üzvü yaratdı. Mübtədanı yaratdı. Demək dedik ki, üçüncü növ təyini söz birləşməsinin arasına çoxlu sayda söz artıra bilərik. O cümlə daxilində bir cümlə üzvü kimi iştirak edəcək və mürəkkəb cümlə üzvü kimi iştirak edəcək. Daha sonra biz gəlirik qeyri-təyini söz birləşmələrinə. Qeyri-təyini söz birləşmələri dedikdə nə başa düşürük? Qeyri-təyini söz birləşməsinin birinci tərəfi mənsubiyyət şəkilçili söz olmalıdır. Məsələn, deyirəm ki, gözləri sevincli. Bax, birinci tərəf nədir? Gözləri. İkinci tərəf sevincli. Onun gözləri. Burada mənsubiyyət şəkilçisidir. İkinci tərəfdə, məsələn, adlardan ibarət ola bilər. Gözləri sevincli. Deməli, dedik ki, qeyri-təyini söz birləşməsinin birinci tərəfi mənsubiyyət şəkilçili söz olmalıdır. İsmin yönlük, təsirlik, yerlik, çıxışlıq hallarında deməli olan sözlərlə ifadə olunmalıdır. İkinci tərəfdə adlarla, ad dedikdə nə başa düşürük? İsim, sifət, say, əvəzlik, zərf bunlarla ifadə olunsun. Məsələn, deyirəm ki, gözləri sevincli. Birinci tərəf mənsubiyyət şəkilçili sözdür, ikinci tərəfdə sifətlə ifadə olunur. Gözəlliyə vurğunluq. Gözəlliyə yönlük halda işlənmiş sözdür, vurğunluq isimlə ifadə olunur. Təbiəti müşahidə təsirlik halda işlənmiş sözdür və yaxud gözlərində sevinc yenə yerlik halda işlənmiş sözdür. Dağlarda döyüş yerlik halda işlənmiş sözdür. Sudan aydın, sudan duru çıxışlıq halda işlənmiş sözdür ki, bunlar da təyini söz birləşməsi əmələ gətirir. Dedik ki, yəni qeyri-təyini söz birləşməsi əmələ gətirir. Qeyri-təyini söz birləşməsi cümlə daxilində bir cümlə üzvü kimi götürülür. Daha sonra gəlirik fe'li birləşmələrə. Fe'li birləşmələr dedikdə nə başa düşürük? Deməli, əsas tərəfi, söz birləşməsinin əsas tərəfi məstər, fe'li sifət, fe'li bağlama ilə ifadə olunmalıdır. Yəni, bu əsas tərəf fe'lin təsriflənməyən formaları ilə, məstərlə, fe'li sifətlə, fe'li bağlama ilə ifadə olunursa,
Belə cümlələr, yəni belə söz birləşmələri feili birləşmələr adlanır. Məsələn, deyirəm ki, vətəni sevmək. Sevmək, deməli, məstərdir, feili birləşmə əmələ gətirib. Çünki əsas tərəfində məstər yerləşib. Və yaxud torpağı qoruyan. Qoruyan feili sifətdir. Əsas tərəfi təsviflənməyən forma ilə, feilin təsviflənməyən forması ilə, yəni feili sifətlə ifadə olunub. Feili birləşməni əmələ gətirib. Və yaxud kitab oxuyanda, anda, əndə feili bağlamanın şəkilçisidir. Yenə də feili birləşmə ilə ifadə olunub. Daha sonra biz nə öyrənə bilərik? Demək, söz birləşmələri cümlə daxilində söz, deməli, sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Biz dərsin əvvəlində bu haqda danışmışdıq və söz birləşmələrinin ifadə vasitəsinə görə biz bilməliyik ki, bu cümlə daxilində hansı növ təyini söz birləşməsi ilə ifadə olunub və məsələn, birinci növ təyini söz birləşməsidirsə, biz cümlə daxilində, yəni cümləni sintaktik təhlil etdikdə hansı növ söz birləşmələrini, təyini söz birləşmələrini fərqli cümlə üzvündə götürürük, hansı növ təyini söz birləşmələrini isə bir cümlə üzvü kimi götürürük. Artıq biz bunu bu dərsimizdə öyrəndik. Dərsimiz bu qədər əziz şagirdlər. Növbəti dərslərdə görüşənədək sağ olun.